Mənfəətin düşməni nədir sizcə? Mənfəətin düşməni eşqdir. Eşqdir. Və bizim məktəb bu qədər eşqə buna görə təkid edir ki, kamil insanlar, gözəl insanlar Allah bizə tanıtdırır. Deyir, bunlara aşiq olun ki, mənfəətdən azad olasınız. Mənfəətdən də azad olduğunuz həyatınız nizama düşəcək. Nə dava olacaq, nə qırğın olacaq, nə qiyamət olacaq, nə ixtilaf olacaq. Odur ki, İmam Zaman əleyhissalamın qapısına gedək bugün və özündən istəyək ki, əlimizdən tutsun, kömək eləsin, Allahdan istəsin, Allah bizə kömək eləsin ki, biz özümüzü islah eləyə bilək, özümüzü hazırlaya bilək. Hərə öz ailəsindən başlasın, çevrəsindən başlasın, özündən başlasın, yavaş-yavaş görərsən ki, dünyanın düzəni də düzəlir, mühit də münasib olur və inşallah yavaş-yavaş görərsən ki, islah olur. Bütün hamı səfərbər olmalıdır. Məhdəviyyət olmayan din deyil, bir daha deyirəm sözümün sonunda. Nə qədər qiyamətdən danış, axirətdən danış, namazdan danış, orucdan danış. Bugün bizim üçün ən böyük mövzu, ən əsas mövzu məhdəviyyət olmalıdır. Ən əsas mövzu. Fikrimizi bu məşğul eləməlidir ki, bizim imamımız pərdə arxasındadır. Allah bizi İmam Zamandan ayrı salmasın inşallah. Allah bu bayramı bizə mübarək eləsin inşallah. Allah bu günün feyzindən bizləri məhrum eləməsin inşallah.